Qumralığa qarşı bir antipatiyası var bu xanımın və bu kənardan görünür. Çünki bir adamın beynində yalnız qumral olmamalıdır. Yəqin çox istəyir də onu, ya da fanatıdır. Amma çox istəyir, fanatıdır. Ya da fanatıdır. Başqa nə ola bilər ki? Əslində mən onları bir dənə söz deyim. Bir işə çıxıram, orada da nə aləm deyir bir-birinə. Amma mən bir dənə söz deyəcəm. Vallahi deyirəm, inanın səmiyyətimi. Yəqin ki, o xanım indi baxır da. Vallahi xanım, mən sizi tanımıram və mən olduğum tədbirlərdə sizi görməmişəm. Və mən sizi görmüşəm harda, verilişdə. Həmin o xanımdır, yoxsa səhv eləyirəm. O çıxdı deyə, nə bilim, geyimim 10 min, 20 min, nə. Sonra da özü təqzib elədi ki, yalan danışıram. Birincisi, bu ayıbdır ən azından. Çünki biz hamımız xanımıq, bizim də yetərincə yaşımız var da. Yəni, bizdən nə örnək götürsünlər. Bilirsiniz necədir? Zaten belə götürək də, müğənnilərin, belə deyək, mənə elə gəlir ki, razılaşarlar da. Zaten müğənnilərin əskisi tüstülüdür də, yəni. Zaten müğənnilərin əskisi tüstülüdür. Axı biz niyə görə insanlar bizi yalancı kimi tanısılar? Biz hamımız eyni camianın nümayəndələri də, düzdürmürəm. Bu kimi bax, kimsə nəsə deyir, yalandan basır, kəsir, loru dildə deyəcəm, sonra çıxır deyir, mən bunu yalandan dedim, gündəm olsun. Demək ki, elə xanıma da söz atır, deməli, xanıma da söz atır, gündəm olmaq üçün atırdı, o da sözdür. Amma məncə, xanım əgər dediyiniz kimi operanın, belə deyək də, var. Xanəndə kimi olaraq sənəti var. Amma mən Kəmalənin cəsarətini də bilirəm. Amma niyə mənim efirimdə Qumral 3 gün qabaq onun haqqında gözəl sözlər dedi, dedi ki, sağ olsun, Kəmalə xanım məndən qabaq sahədədir filan və İsa'nın verilişi. Bilmək deyil, qurban sənə. İndi o qədər səsi olmayanlar var ki, sevilir, sevdə qədər kütləsi var. O demək deyil axı. Kəmalə xanımın səsi var, bəli, sənəti də var, səsi də var. Amma sevilməyi sevilmir axı. Yəni, sevilmir camiada. Uğuru yoxdur adamın. Ola bilərmi, Tolik, bəlkə həmin o xanım da, bəlkə gözəl sənəti var, mən bilmirəm. Baxıb ki, o heç nə yoxdur. Fikirləşir ki, girim bir dəfə yalan danışım ki, bu doğrudan yaraşmaz. Çünki axı insanlar bizə niyə görə yalancı kimi baxmalıdılar? Yoxsa müğənnilərin əksəriyyəti Kəmalənin... Zaten, mən onu deyirəm, əskimiz zaten tüstülüdür də, loru dildə. Niyə görə yalan danışır? Hamısı brendli, bunu mən səhvləyirəm. Amma Kəmalə məcbur olub deyir yalandan ki, misal üçün də, gündəm çünki deyir ki, məndən çəksinlər də, yəni söz-söhbət məndən uzaq olsun deyir. Bəs onda niyə cəmaatın adını çəkir? Özü girir axı söz-söhbətə, o nətər olur onda? Mikrofon verir. Onda necə söz-söhbətdən uzaq olmaq istəyən adam ümumiyyətlə heç kimin haqqında danışmaz. Başa düşürsünüz? Yəni, kimsə müsiflər heyəti deyil. Əgər kimsə oxuyursa, bugünkü gündə kimlərisə el şənliklərinə və yaxud məclislərə dəvət edirlərsə, deməli, həmin adama tələbat var dəvət edirlər də, yəni. Sənin üçün Kəmalə